Axşamınız xeyir olsun, hörmətli xanımlar və cənablar. Planet Barni İzbaku studiyasının istehsalı olan Gülüş yığmasının 25-ci buraxılışına baxırsınız. Əziz dostlar, biz yenə də birlikdəyik və yenə də bayramları qeyd edirik. Bugün fevralın 21-idir və mən sizi beynəlxalq ana dili münasibəti ilə ürəkdən təbrik edirəm. Yeri gəlmişkən, Amerika Birləşmiş Ştatlarının prezidenti Barack Obama milliyyətcə Kenyanın Luo xalqındandır. Bu dildə cəmi 5 milyon insan danışır. Azərbaycan dili isə yer üzündə 40 milyondan çox insan üçün doğma dil sayılır. Ona görə də biz ümid edirik ki, ABŞ-ın növbəti prezidenti Azərbaycanlı da ola bilər. Bugün digər əlamətlər bir gündə qeyd olunur. Beləliklə, bugün beynəlxalq ekskursiyaçı günüdür, əziz dostlar. Yaxşı yadımdadır, biz məktəbdə oxuyanda bizi tez-tez Qobustana ekskursiyaya aparardılar. Orada bizə qaya üzərindəki qədim rəsmlər barədə çoxlu maraqlı şeylər danışırdılar. Biz də bu məlumatlardan sonra qərara gəldik ki, daha bir xeyirxalq iş görək və Qobustan qayalarındakı rəsmlərin sayı artdı. Hörmətli xanımlar və cənablar, bir daha sizi salamlayıram və verilişimizə əlbəttə ki, klassik gülüşlərimizlə başlayırıq. Başa düşdüyünüz kimi söhbət Planet Barni İzbakunun aktyorlarından gedir. Beləliklə, siz mənzilləri qaz və kupçe ilə təmin edən Yeni Bakı Yaşayış Kompleksinin baş sponsorluğu ilə Gülüş yığmasının 25-ci buraxılışına baxırsınız.